O zaman ki mələklərə, Adəmə səcdə etməyi buyuranda hamısı səcdə etdi. O cinlərdən olan iblisdən başqa Allahın əmrindən çıxdı deyir, subhanallah. Yəni bilərəkdən İbn Kəsir deyir ki, Allaha itaətdən çıxdı. İnatkarlıq və təkəbbür. Ona görə deyirlər ki, kimdə inadkar, təkəbbür varsa, onun təbiəti iblis təbiətidir, subhanallah. Kimə oxşayır? İblisə oxşayır. La ilahe illallah. Təkəbbürlük. Baxın, təkəbbürlüyə görə bir insanın qəlbində varsa təkəbbürlük, o insan həlak olmağa layiqdir. Həlak olacaq. Təkəbbürlərin çox həlak olur. Və təkəbbür sifəti varsa, dərhal insan tövbə etməlidir. Çünki həlakə səbəbdir. Nəinki həlak, küfrə belə səbəbdir. İnsan buna görə dindən çıxar. Əgər bir insan təkəbbürlük varsa, hələ dində qalıbsa, Allah həmd etsin. Allahın sevmədiyi iki sifət var. Təkəbbürlük, yəni nə demək təkəbbürlük? Batarul haqq və qamtun nəs. Haqqı inkar etmək, insanlara aşağı gözlə baxmaq. İkincisi, ət-təəccüb, öz nəfsini bəyənmək, öz nəfsinə qürurlanmaq. Mən gör necə elm sahibiyəm, mən gör necə ibadət edirəm, mən gör necə oruç tuturam, mən gör necə sədəqə verəm. Bu deməsə belə, qəlbində varsa, həlakin yolunu tutub, subhanallah. Ona görə nə qədər insanlar olub ki, hətta böyük alim olub ki, düşünün, öz nəfsini bəyəndiyinə görə azıb. Heç kimsəyə ibadətinə görə güvənməsin. Biz Allaha möhtacıq. Nə qədər ibadətimiz çox olsa da, biz o qədər daha çox möhtacıq. Ona görə ki, mən kəthrat ibadətuhu, kəthrat istiğfaru. Kim ibadəti çoxalırsa, daha çox bağışlamadır. Nəyə görə? Çünki ibadətlə bərabər bağışlamalar bir yerdədir. Yəni, acizliyi etiraf edir. Baxın, ən çox istiğfar, bağışlama diləyən kimdir? Ən çox Allaha ibadət edən.